Adam həqiqətən də bilmir, beləsinə nə ad qoyasan, belə adama nə deyəsən, bu qədər şəhid verdik, torpaqlarımızı işğaldan azad etdik, Qarabağda quruculuq, abadlıq işləri həyata keçirilir. Belələri də çıxır, mərdimazarlıq edilir. Bunun adı mərdimazarlıq deyil. Daxili İşlər Nazirliyinin az öncə paylaşdığı bir videonu İzləyəndə heyrətə gəldim. Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ağdam rayon ərazisində baş vermiş yanğınlarla bağlı polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərə əkin sahələrini qəsdən yandırıldığı müəyyən edilib. Bu anın müşahidə kameralarının görüntüləri əsasında hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Səbuhi Hüseynli saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri prosessual tədbirlər həyata keçirilir. Bax, həmin videoda gördüyünüz adam bilərəkdən Ağdamda əkin sahəsini yandırır. Nəticə bilirsiniz nədir? Çox ciddi nəticələri var. Həmin torpaqlar ziyan görür, eyni zamanda təhlükəli vəziyyət yaranır, minalar partlayır yanğınlar nəticəsində. Çox böyük fəlakətə yol aça bilərdi bu hadisə. Şükür ki, insan tələfatı olmayıb. Amma bu videodan da gördüyünüz kimi həqiqətən də bu hərəkət yaxşı hərəkət deyil. Mən buna hələ ki yumşaq ifadə edirəm.